Hər birinizi salamlayırıq dostlar, bilirik ki, işləriniz qaydasındadır. Siz Bayt YouTube kanalındasınız və bura Bayt podkastdır. Burada biz ölkənin ən tanınmış Barcelona azarkeşi və ölkənin ən tanınmış bədbəxt Real Madrid azarkeşi Fuad və Abdul sizinlə birlikdə həm sevinəcək, həm üzüləcək. Yəni fərqli emosiyalar. Üzüləsi bir şeyim yoxdur mənim hazırda səndən fərqli olaraq, amma bir belə bir şey deyim. Müdafiən də onu deyir. Hamını salamlayıram ilk öncə. Ümidvaram ki, yaxşısınız. Bu sözlər əlbəttə ki, Abdullah demək olmaz. 2 həftə əvvəl bu adam deyirdi ki, dünyanın ən yaxşı klubu və özün elə bir zənn eləyən, nə bilim, nəsə ona oxşar bir şey demişdi. Salmasılıdır qardaşım, belə həftə sonra necə keçib? Brat, mənlə danışsam da hardasa heç olsun məntiqli hiss olunur, amma sənin bir həftə bundan qabaq deməyin ki, Luis Diaz'la, Kane'lə, nə bilim, orada Olise, Mbappe, Vinicius'la daha yaxşı hücum xəttidir. Yəni o unudulmaz bir şey. Qardaşım, Fermer liqasında oynayan oyunculardır. Çempion liqası qətiyyən yəni nəticə göstərmir ha. Çempion liqası Paris Saint-Germain'dən okey yaxşı oynadılar, okey razıyam. Yəni demirəm, zəifdir, bu başqa məsələ, amma Real'ın Mbappe kimi deyirlər də. Ano komanda yaxşıdır. Vinicius Mbappe. O da bilmədiyi bütün liqalar Fermer liqası. Ay qəşəng. Avropa liqasında qalib ola bilməyən komandasılar. Gedib Avropa liqasında düşüb orada uduzmusunuz. Qısa Eintracht'dan. Biz özümüzə onu layiq bilmirik qardaşım. Biz özümüzə layiq bilmirik Avropa liqası. Gəl biraz bizim izləyicilərimizə məlumat verək. Bu gün nəyi müzakirə edəcəyik? Bu gün La Liqada hər iki komandanın həftə ərzində 2 oyunu müzakirə edəcəyik. Yaxşı, pis məqamı. Bizdə hələ pis bir şey yoxdur amma. Pis belə də. Müdafiə saymasaq hər şey Ghost kimidir, zordur bəlkə. Ghost kimidir, prosta indi bir şey demək istəyirəm. Prosta Real'ın sürüyü Dünən sizə dubl eləyən kim idi? Svedberg. Allah, Squidward o şeydə SpongeBob'da dönər satanın adı nədir? Svedbergdən Carlsbergin fərqi nədir bilmirsən? Yox, nədir? Carlsberg'i çevirirsən. Svedberg'i içə ala bilirsən. Nə aldıq da belə. Yox, pistöz, hazırlaşmırsan, hadi. Bu dünəndən hazırlaşdı. Bu şutkalı yəni variant yoxdur. Bizə fərqli ikinci qoyunda idi. Sən 2 gündə şutka fikirləşsən, mən elə bədayətən efirdə deyirəm. Meyxanaçısan sən. Mən Murat meyxanası hörmətlə yanaşıram. Xüsusən də Ağa Mirzəyə, çünki Real fanatıdır. Yadda da onun möhtəşəm Barcelona bacarıq bir adam əgər yalan danışırsa, deməli o yalan danışır. Bugün biz bu La Liqadan savayı biraz Çempion Liqasının haqqında fikirlərimizi bildirəcəyik. Çox güman siz bu buraxılışı artıq bizim fikirlərimizə əsasən elə Çempion Liqasından sonra görəcəksiniz və biləcəksiniz ki, nə düşünmüşük, nə püləmişik burada. Hə, görəcəksiniz ki, Real'ı sözdən girdilər yoxsa yox, onu biz hər şey edəcəyik. İlk öncə Midweek-dən başlayaq. Keçən həftənin ortasında kimsə deyəcək dəxlisiz. 2 dənə oyun oldu. Prosta niyə də ya oyunlar niyə var da, yəni niyə? 9-cu turu prosta 2 oyunu oynadılar. Soxdular. Nəyə görə soxdular? Fuad da keçən buraxışda sizə izah edir. Çünki yanvarın əvvəlində Səudi Ərəbistanda Çorta Super Kubok var və bu 4 komanda orada oynayacaq deyənə onları o La Liga turundan çıxartdılar ki, orada qalan heç kimə lazım olmayan 16 komanda öz aralarında oynasın. Özünü topla. Villarreal'a çıxsaq, qalan o klublar heç biri lazım deyil. Sənə inanılmaz bir fakt deyim. Villarreal bizdən bir oyun az keçir. Bilirəm, o zaman bizlərə keçirlər. Yəni hal-hazırda bizim La Ligada ən böyük rəqibimizin Villarreal olması biraz da oradan da. Amma Villarreal məsələn pis oynamır. Qəşəng oynayır bu oyun. Amma keçən hər iki oyunda yox, hər iki oyunda yox. Səfərdə qoymuşduq onlara. Amma öz evimizdə çempion olmuşduq deyəndə biraz rahat oynadıq. Barcelona Villarreal 69 getdi keçən mövsüm. 1-5 olmuşdu Burat. Bir böyük, normal olur. Qəşəng özü. O vaxt Inigo Martins var. La Keramika, zor stadionları var. İndi kimi belə dərmədəşik deyil. İndi məsələ ondan ibarətdir ki, biz ilk öncə danışaq, gəl Midweek-i. Atletico'dan başlayaq. Atletico maçından başlayaq və onu deyim ki, sən başa düşürəm ki, öz fikirlərini bildirəcəksən. Mütləq. Hər halda sadəcə bizim konseptə əsasən mən sənə sual verməliyəm bu oyun haqqında. Çünki sən də daha çox məlumatlısan deyə o suala cavab verə bilərsən. Niyə Atletico belə şərəfsiz klubdur? Sizə qarşı belə oynayır, bizə qarşı belə. Mən başa düşmürəm. Nə qədər hörmətsiz olmalısan ki, Real'a qarşı qoyasan. Barcelona gələni aralayasan. Nə qədər xiyar olmaq lazımdır ki, müdafiəsi meydan mərkəzindən başlayan komandaya qarşı müdafiə futbolu oynayasan. Və gözləyəsən ki, gəlin qoyun. Atletico Madrid elə bir şərəfsiz komandadır ki, indi inciməsin məndən bəziləri. İnciməsin ölkəmizdə 18-dən Atletico Madrid La Ligada Veçni Real'a qoyur. Hətta Veçni son illər. Okey də, yəni yaxşı oynayır. Ən az qoyur. O heç də qarşı, odur da, yəni belə deyək. Barsa'yı uduzur. Yəni Real'a qoyur, Barsa'dan yeyir. Okay. Amma Çempionlar Liqasında tərsinədir.
Çempionlar Liqasında Realdan yeyir, Barsaya qoyur. Bu çoxdan oynamışdı. Bilirəm də çox, amma 2015-ci ildə olanlar var. Yox, cınırlıq var idi ha hakimin. Nə bilim, penaltı deyir ki, Atletico uğurlu oynayır Barcelona. Hə, yəni Çempionlar Liqasında çox əla oynayır. Yəni ona görə Atletico Madrid Barsaya qarşı orada uğurlu olur. Amma La Liqada heç nə edə bilmir. Griezmann 28 oyun uduzub Barsaya qarşı. 28 oyun uduzub. 32 oyundan 33 dəqiq bir statistikanı bilmirəm. İndi kimlərsə düzəldə bilər, yəni düzəltsə sevinərəm. 28 oyun uduzmaq nə deməkdir? Yəni Simeone'nin Camp Nou-da qələbəsi yoxdur. Simeone ümumiyyətlə mən bir şeyə başa düşmürəm. İndi deyəcəksiniz ki, yenə belə Abdolsan azarkeşsən. Simeone gör nələrə çatıb, nəyə qadir olub, sən kimsən? Oyunla deyəcək. Yəni deyirəm, bir azarkeş kimi. Simeone'nin ildə 40 milyon avro pul almasa, yəni dünyanın soğuşudur da, yəni. Konkret. Yəni Barcelona'ya belə nə bilim ala. Amma Barcelona onu elə soxmayıblar. Dembeleni elə soxmayıblar ki, necə ki Simeone Atletico Madriddə soxdu da bratda. Yəni yaxşı da desən sən o pis primer deyib, azarı belə reallar itələməyiblər. Necə ki Simeone öz maaşını yedirdi Atletico'ya. Hansı fəaliyyətinə görə? Okey, yəni gəldi Atletico-nu biraz vışıl level'a qaldırdı. Yəni ən azından 2 dəfə La Liqanı qazandırdı. Qardaşım, Valencia'dan buraxılan, Sevilla Valencia tərəfindən buraxılan boş yeri. Atletico-nu yəni tutdu. Atletico-nu soxdu. Hər kəs deyir ki, üçlüydü şeydən. Amma sən ona razıyam ki, yəni doğrudan da yəni çox overrated, yəni bir maaş alır. Və overrated futbol oynadı. Overrated futbol başqa məsələ. Amma ən azından bu Barça ilə Realın hegemoniyası zamanı bu adam 2 dəfə çempion olmağı bacardı. Okey də hər iki mövsümdə bir dəfə Barça o deyildi, o birisində Real o deyildi. İstifadə eləyə bildi. 21-də amma sən necə Çempionlar Liqasında finalda yedi, nə bilim, gəldi 2 dəfə finalda uduzdular da Real Apomoyum. Ona çatdırması okeydir. Qəşəng. Okeydə nə vaxt oldu? Nikolayın vaxtında olub da qardaşım. Amma maaş o demir. Ən çox maaş alan məşqçi olasan, yəni belə də yox. Bu oyunçusundan daha çox maaş alır. 3-cü yer garanti olub o qədər pul alan ikinci məşqçi mən tanımıram. Yəni mən əminliklə sədiyim ki, mən Qurban Berdiyeva çox böyük hörmətlə yanaşıram. Hal-hazırda Turanda da baş məşqçidir. Rubin Kazanlı məşqçi. Rubin Kazanlı hələ tarix qoymuşlar onlar. Müdafiə futboluna. Bax, Qurban Berdiyevlə Simeone arasında heç bir fərq yoxdur. Aralarında yeganə fərq odur ki, biri Tovuzdadır, o birisi Madriddədir. Biri Madriddədir. Aralarında futbolunda heç bir fərq yoxdur. Yaşam tərzində fərq yoxdur. Yəni, Berdiyev bütün karyerasında Rubin Kazanlıda müdafiə əsasını qurub. Simeone bütün ömrü boyu bir dəfə yadında nəsə bir məqamda hücumçular aldı dalbadal. Hücum futbol oynatmaq hücum futbolu yaradacam. Brat 2 ay oynadılar o futbolu. 7-8-də gedirdilər. Keçiddən müdafiə savcı qalxdılar. Yəni bunun futbolu budur. Guardiola'ya 40 milyon verərsən, hansı ki sənə gəlib akademiyasına qədər bir futbol yeridəcək. Ki sənin U7-in, U8-in, U9-un və əsas komanda eyni futbol oynayacaq. Guardiola onu yeridə bilər. Buna görə 40 milyon verərsən. Nəsə bir filosofiyan var da, nəsə bir ideyan var. Titulları, o Lüboy futbol oynamaq bacarığını üçün sən 40 milyon pul verərsən. Simeone avtobus oynatmağa görə sən 40 milyon pul verirsən və bununla fəxr edirsən və onu buraxmırsan ki, orada nə Atletico inkişaf edir, nə Simeone. Bir də sözü kəsirəm. Yəni indi ola bilər bəziləri gülə bilər. Yəni hal-hazırda Atletico Madrid mənə görə biraz ağıllı davransa və ağıllı oynasaydı, ya La Liqanın bir nömrəli favoriti olardı. Real Madrid pis gündədir. Bunu hamımız bilirik. Okay. Barcelona yaxşı futbol oynayır, amma ehtiyatı zəifdir. Adamlar güvən vermir, uzun müddətli perspektiv üçün bu heyət o deyil. Yəni sən bu şansdan istifadə etməlisən. Atletico'nun heyətinə baxıram, zapasına baxıram. Yəni babat pizzet zapasları var ha. Yəni adamların, yəni demirəm hamısı belə hard level deyil də oyunçular, amma ən azından bilirsən ki, bu ilə La Liqanı uda bilərsən. Çempionlar Liqasını qoydun bir qırağa. La Liqada nəsə edə bilərsən. Və ikinci nüans odur ki, Barça Atletico oyununa yenidən dönürəm. Burada indi hamımız qələbəyə sevinirik. O məsələ, bu başqadır. Amma həmin oyunda Flickdən daha çox Barçanın qələbə qazanmasını Simeone istəyirdi. O nə heyət idi çıxarmışdı o. Nico Gonzalez nə dəxli var, Baena nə dəxli var. Okey də Baena qol vurdu, amma Baena hələ Atletico Madridin heyətinə oturmayıb. Mən sastavı gördüm, axuyet elədim də. Yəni qardaş Griezmann Griezmann öcə zapas oyunçusudur. Əsas heyətdə oynaya bilmir, çatdırmır. Amma sən Sorlot'u niyə oynatmayasan? Okey, onu da anladım. Sorlot'u sən saxlamırsan Vishinkada, belə o həmişə 90 plusda buraxır, Barçaya qoyur, Barça dincəlir. Amma Gallagher'i oynatmırsan, Koken'i oynatmırsan, o Cardozo vardı, zədə aldı. Adını bilmirəm.
Cardozo, yəni Atleticoda elə heyətə düşə bilmək üçün mübarizə aparır. Sən bunu Barcelonada niyə buraxasan ki? Mənə sərf eləyir, mənə poxuydu. Yəni qoyduq sözə yola saldıq, bu başqa məsələ. Amma yəni həmin oyunda Atletico Madrid və Simeone daha biraz o pragmatik futbolunu oynasaydı, bildiyimiz dədə-baba futbolunu oynasaydı, Barça belə rahat olmayacaqdı. Yox, mən onu o öz yönündə. Mən ona təəccübləndim ki, mən elə Atletico heyətini axtardım. Çox istəyirəm. Heç şeydə Instagram işlədi. Xiyallar Instagramda işlədə bilmirlər. Line-up'ı yoxdur bilet Instagramda. Yəni çıxarmayıblar. Hara paylaşmışlar? Kim nəysə. Qaçaq Bilbao'dan da yedilər onlar 1-0. Bilbao'dan da yedilər. Halbuki Bilbao bunu müzakirə edəcək, yaxşı vəziyyətdə deyil. Mən deyirəm yaxşı vəziyyətdə. Mən deyirəm ki, yaxşı vəziyyətdə deyil. Yaxşı vəziyyətdə gündədir, yəni çıxır. Və yaxşı vəziyyətdə Qardaşım, çox müdafiə stilli çıxdılar sizə qarşı. Mən baxdım kimin biraz müdafiəsi varsa, yan müdafiəçilərdən hansını buraxdı meydana ki, mən bunlardan bu gəldi sizdən oyun oynamağa. Sözü kəsirəm. Lenormandın yoxluğu. Lenormand zədə almışdı. O babat qoydu Atletico'ya. Yəni Langley hamımız Langley, okey, nə bilim, necə deyirsiniz? Yəni o deyil. Jimenez Sağda kim oynuyordu? Sağda Molina idi. O deyil. Bir də Xırvaçkoydu, nəydi? Adı nəydi onun? Vrsalko. Vrsalko deyil. Vrsalko çox oynadı. Interdə zatda oynamışdı. O da bir oğraş futbolçu. Buyurun da Xarvat. Oğraşda yığıblardı. Yəni konkret sən demir Zaşda oynadı. Amma birinci gol vurdular ha. Bayla qolundan sonra. Biz həmimiz elə bildik ofsaytda xiyar olmuşdu və səndən partım ki, Kubarsa ofsayt xəttini necə saxlaya bilmədi. Ondan sonra mən elə bildim Atletico biraz əks hücum oynayacaqdı. Atletico verdi topu Barsa ki, nə istəyirsən elə. Qardaşım, onların olsa fikri zənnə o idi ki, bir dənə gol vurum oturacaq. Qardaşım, indiki Barsaya qarşı onu eləyə bilmərsən də. İndiki Barsaya qarşı çatırsa, açıq futbol və oyna. Ay, sağ ol. Вот именно. Heç olmasa biraz kombinasyonlu futbol oynadı. Amma müdafiə Barsa onu istəyir ki, Barsa onu istəyir ki, sən mənə qarşı tam müdafiə olmasan. Tam müdafiə ol, mən səni eşəcəm. Rahat rahat. Atletico-nun ümumiyyətlə biz belə, mən demişdim keçən turda, onsuzda, keçən buraxışda ki, loxdur. Və mən bu fikrimi davam etdirəm. Loxdur. Getdi Bilbao'ya da ucuzdur. Lox Bilbao. Keçə Bilbao Real maçına. Real qardaşım, sənin fikrin ürəyin doludur, amma mən onu deyəcəm. Bunu deyim, mən bunu deyim başlasan. Real haqqında. İndi bəzən ki, Real Abijnikəm. Mən Real Abijniki deyiləm, qardaşım. Prosta Realın xal itirməsini istəyirəm. Yəni bunu hamı istəyir. Yəni Abdullah Barsanın xal itirməsini istəyir. Elə deyəcəksə, Abdullah Real xal itirməsini. Niyə də yoxdur? İtirməsinə ehtiyacı yoxdur. İstəməsinə ehtiyacı yoxdur, onu itirir. Nə? Hamımız istəyirik ki, Realla Barcelona bu bir tane oyunda xal itirsin. Bu bəlli bir şeydir də. Yəni. Qurban öpürəm səni. Qurbanla kakas danışdım, elədim o videodan. Sonra Da orada aşağıda yazılır. Niyə də yox? Hə. Realın boynu 10-10'luq oyunu idi. Realın boynu brat. Yəni, Realın boynu yaxşı yanında növbəti oyunda, amma Atletico oyunu həqiqətən bizdəc brat, yəni nöqtə. Mən belə bir şey deyim sənə. Bundan sonra ümumiyyətlə mən belə rəsmi bəyanat verirəm. Sən dolu danış. Brat, rəsmi bəyanat verirəm. Ölkəmizdə brat rəsmi fan klub deyirəm. Rəsmi bəyanat verə bilərəm də. Bəli. Rəsmi bəyanat. Əziz Realın rəqibləri, yəni meydançada, La Ligada, Çempionlar Liqasının kimdən oynasa və s. belə axır. Liverpool-la oyundan sonra əgər siz Reala qarşı müdafiə futbolu yox, gəlib hücum futbolunu oynayıb da ümumiyyətlə hücum futbolu oynasaz Reala qarşı siz loxsuz. Mən sizi lox bilirəm, laşbetsiniz. Liverpool göstərdi. Liverpool qoyuran bir qırağa. Rayo Vallecano, Elche, Celta. Celta göstərdi ki, qardaş, müdafiə otur, kontratakı və elə Real sənə bir deyə bilərsən, heç nə bilməyəcək. Fakt budur. Nə aça ötürmə, indi onu belə yenə keçdim, Celta məclislərinə. Qardaşım, sən oyunlar düz, onların hamısı haqqında düz danışırsan ki, yəni müdafiə olunurdu normal, əks hücum qol. Okey. Amma indi Celta'ya gələcək əlbəttə ki, Celta'nın oyunu oldu. Celta bunların arasından 7 illik komandaydı ki, Real'a qarşı pozisyonlu futbol oynayırdı. Celta 3-4 ildir pozisyonlu futbol oynayır. Yəni Real'a qarşı yəni oynamamalıdır pozisyonlu futbol. Özün şahidsən, az problem yaradır Celta. Barça həmişə problem yaradır. Bizə səfərdə həmişə problem yaradır, evdə belədir. Evdə, amma 2006-cı il oldu, baxın zəfər. 2006-cı dəfə son dəfə udub Bernabeu-da, 77-ci dəfə son dəfə gol buraxmayıb Bernabeu-da. Yaxşı. Nəysə, bunların hamısı başqa məsələ, prosta pozisyonlu, yəni Real'ın yarım müdafiəsi ilə Murat, Atletico Bilbao'nun oyunda yarım müdafiəyə ehtiyac yox idi. Çünki 4-3-3 taktikasına çıxdıq. O Arda Gülər'i çıxartdı start heyətdən. Bilbao'nun oyunda yox idi. Yox idi. Və mən fikirləşdim ki, aha,
budur Xabiyalın fikri. Özüdür. Nə mənada? Mən Arda Gülərə xeytir deyirəm. Çox yaxşı məncə mövsüm keçirdi. Yəni öz mövsümləri arasında hətta Fenerbahçe mövsümləri Fenerbahçe mövsümünü götürsək ən yaxşı mövsümü budur. Maksimumu budur on Murat. Baxaq görə görmürəm bax, struktur görmürəm. Hər oyun bir şey çıxardılar. Mən nə bilim necə deyə bilərəm bu stabildir yoxsa yox. Komanda özü qeyri-stabildir. Qaldı ki, hansı oyuncusunu götürüm qiymət verim ki, brat sən bu oyunu yaxşı oynadın. Onun axırı sən aradı. Onun axırı Dortmundda, yəni üzü aşağı Pramoy, Sabah kimi. Karyera əsasında patoloku deyirsən? Yəni Dortmundda yalvarır olsun bu dəqiqə. Yəni oturardı ora. Belə deyim, pre-top komandalarda top komandaya yaxın, odur, Tottenham'dir və s. Düzdür, Tottenham'a yaraşırlar. İngiltərədə inanmıram. Amma belə Almaniyada niyə də yox? Milanda, İtaliyada Milan, Roma, belə komandalarda. İndi Neftçi niyə də yox? Neftçi. Dedim brat, top komandalarda. Neftçi top komanda deyil, qardaşım. İndi pit top komandadır brat. İndi top. İndi məsələ ondan ibarətdir ki, amma bir dəqiqə deyən görmə, bax, Real'ın başı necə Neftçi top klubu deyil. Baxırıq da Neftçi da Real varsa başı buraxırıq, burada Neftçinin qırğınca da. Niyə də yox da, başa düşmədim. Valla bir dəqiqə. Niyə də yox, bu da mən demədim. Neftçilər söz eləyim də görsə də gücümüzü. Bırak, Neftçinin elə yazmır da bir nəfər qaqaş edəcək ki, mən səyidənəm bura. Ya Neftçinin elə gücünü göstərə biləcək yer şəhərlərdir. Çünki yeganə gücü o klubun elə o azarkeşidir. Qardaşım, sən heç olmasa bu kluba qarşı belə yuxarıdan aşağı baxmamalısan. Ən azından Avroliqalarda mübarizə aparan ilk Azərbaycan komandasıdır. Qardaşım, mən onu deyəcəkdim ki, mən o kluba hörmətlə yanaşıram nə cəhətdən. Onların elə qalan bir dənə azarkeşidir. Və mənə bu azarkeşi yazım gəlir. Ölkənin ən möhtəşəm fan klublarından biridir, yəni Forza Neftçi. Forza Neftçiyə buradan salamlar. Sırf bəli, həqiqətən salamlar göndərir. Azərbaycanda mən onları məsəl üçün İmaratdan daha çox bəyənirəm. Onların stilistikasına görə o komanda nə olmasa da azarkeşlər süperdir. Ona görə də uşaqlar darıq mənim yaxşı olacaq. Keçib biz Neftçilərə keçdik. Özüm bizdə yəni dəlixanadır özüm yəni biz birazdan şeydə Zambiya çempionatından danışacağıq. Nə Zambiya? Zambiya çempionatı ilə danışacaqlar. Real setdən sonra var. O şimdi Real 4-3 taktikasına çıxdı. Valverde də Atletik Bilbao'nun baş məşqçisi niyəsə görə fikirləşdi ki, bomba zaşdan var, bomba hücumum var. Bu arada bu mövsüm gündədir. Mən Real'ın açıq futbol oynayacağam. Real açıq futbolun yekunu ondan yekunlaşdı ki, Real prosto bunu istəyirlər. 3 dənə gol vurdu. Qəşəng gollar. 3 dənə brat Soska gol vurdu da. Yəni həqiqətən yəni 31 çəkiləcək 3 dənə gol idi brat. Özü 3 dənə idi, 30. İndi məsələ ondan ibarət ki, qardaşım 3-0 normal 4-3. Arada yoxdur. Mən fikirləşdim ki, aha, Mbappəni start heyətindən çıxarda bilmir. Üzr istəyirəm. Mən oyuna tam baxmadım. Sağda kim oynayırdı? Winger. Sağda Valverde qoşulurdu da. Oynayırdılar özü. Yox, 4-3 idi. Solda Vini, ortada Mbappe, sağda kim idi? Valverde. Valverde Winger kim oynayırdı? Bəli. Zaşda da Arnold idi. Okay. Niyə görə? Çünki Trent də var idi, oynayır. O indi faktiki skematik belə, amma məncə Trent daha çox qoşulurdu Valverde. Valverde qardaş universal. Trent'in normal oyunu gördüm. Trent'in normal oyunu gördüm. Trent Atletik Bilbao ilə möhtəşəm oyun oynadı. Möhtəşəm? Mənə görə möhtəşəm oyun oynadı. Çünki bu boş zonalar Atletik Bilbao'nun buraxdığı boş zonalar ona şərait yaratdı ki, uzun proses, evet, 10 bir asma ötürmələri ki, amma şərait yaratdılar axı. Hada o normalda əməli bir şey. Qardaşım, bu 17 oyundur ki, xurma ezdirirdi. Bir zəhmət imkan verin tərifliyim. Onsuz da zədələnət bir ay qardaşım, nə danışırsın? Mən mövsüm ərzində danışırsın. Mən sənə demək istəyirəm, bura. Nə tərifləyəcəm mən bunu? Mən sən nə fikir verdim? Real Madrid hal-hazırda. Trent 5 Leo Banka. Cındır zadam, nə məmur, nəysə. Hal-hazırda Real Madrid özündən pis vəziyyətdə olan komandalara qarşı qəşəng oynayır. Özündən biraz üstün olan komandalara qarşı heç oynaya bilmir. Qardaşım, formsuz komandalara qarşı qoyur, formsuzlardan yeyir, formlardan yeyir. Mən onların formsuz olub olmamağını onunla ölçmürəm, açığı. Ölçürəm ondan ki, sən məşqçi olaraq tup qoysan yoxsa yox. Valverde deyirsən. Valverde əlbəttə tup qoydu. Bu məndən soruşa sən. Mən bu Valverde, yəni adamın baş məşqçisi olub mən Valverde. Ümumiyyətlə həyatı cəhətdən bilmirəm, amma bu oyun daxilində, Real'ın oyun daxilində sən görürsən ki, Liverpool daşı müdafiəyə oturub oynadı onlarla və qələbə qazandı. Müdafiə demirəm, avtobus oynadı Real. Yəni kontratakda oynadı.
ağıllı da. Aşağı oynadı da, yuxarı qaldırmadıq müdafiə xəttini. Blok normal bunu göstərdi. Sən başqa kimi onu göstərməlidir ki, sən başa düşəsən ki, oturub müdafiə, Bilbao müdafiə otursaydı, mən indi nə trenddən danışardım, nə 3 dənə möhtəşəm qoldan danışardım. Yeganə məni narahat edəcək məqam o idi ki, o ki Arda Güler çıxartdın, Arda Güler ego deyil, Arda Güler prima deyil, Arda Güler biraz Sabraniyadır, Yüngülvari bağlısından. Yəni ya Arda Gülerə söz yedizdirə bilər. Otur orada qardaşım. Yox da qardaşım da. Amma Bellingham eləyəmirsən onu. Və mən balansı gördüm. Amma digər tərəfdən də mən başa düşürəm ki, bu balansı yenə də açıq komandaya qarşı göstərdilər də, müdafiəsi olmayıb. Mən onu deyirəm də bura. Hə. İndi heç nə, üstündən iyi möhtəşəm. Yenə xal fərqini azaltdıq Barcelona ilə. Barcelona çoxaltdı, Real ilə azaltdı. İndi sonra dəzdən danışmalıyıq, yenə Barcelona necə yenə o çoxaltdı fərqi. Betis Barcelona mı? Betis Barcelona brat. Yəni belə pismasın, Real azarkeşlər sıxmışdı ki, Barsa bu oyunda xal itirəcək. Mən açıq sıxmamışdım. Mən bilmirəm ki, Betisin müdafiəsi gündür. Pellegrini'nin komandalarının müdafiəsi heç vaxt etibarlı olmayıb. Etibarlı olmayıb, o başqa məsələ. Özdə bir ki müdafiədə Bartra dayanıbsa, o başqa məsələ. Onu demək istəyirəm ki... Bale'ın soskası da deyək. Bale gəzdiyi, bura. Gəzdirdiyi, nə bilim, ala süründürdüyü, o nə idi ala? İkanik qol idi, bura, o peçat qol idi. Nəysə. Betis'lə oyunda Real azarkeşlər sıxmışdı ki, Barsa bu oyunda xal itirəcək. Doğrudan da yəni bizim üçün də təhlükəli oyundur. Çünki ötən mövsüm biz orada 2-2-yə qalmışdıq. Betis özdə bizi bərk dirəmişdi. Və amma ümumən Barsa Betisə qarşı səfərdə çox ideal oynayıb. Heç vaxt problem yaşamamışıq. Amma oyun çox pis başladı. Müdafiə xətti, yəni Kunde gəndə kayıfdadır. Mən arada bir şübhələnirəm ki, o ya patı qoyur. Ya nəsə başqa şey çəkir qardaşım. Avid fasonla görürmüş. Belə artıq neçənci oyundur ki, bu adam ofsayt xəttini pozur və həmin o pozduğu ofsayt xəttinə görə komanda qol buraxır. Okey də Antony də salamlar olsun sənə. Qol vuran. Sənə qırda qol olsun. Ala o əfsanə özə tüpürüm. Ala qol vurandan sonra 10 dəqiqə qol sevincilib, boğazını görsədib, orasını görsədib, burasını görsədib, axırda gələ bu sənə bu 5-3 nəysə 5-1 deyəcəkdim. 5-1 deyəcəkdim, içində qaldı. 5-1-də qalmış. Ha, bu konuda gələndə qoydu da bizə. Qardaşım, 5-1 udursan da, ikinci sənə rahat yola verirsən. Zordur da hər şey xurma edilirsən. Tarixi zamenlər elədi ki, oyunçuları dincəldim. Kısaca Rafinha. Rafinha oyundan əvvəl diskomfort vardı, ona görə oynamamışdı. Bəziləri elə bildi ki, prosta tak rotasiya olub. Rafinha'nın ağrıları var idi. Ona görə oynamamışdı. Ağrıydı Burat. O da Nikol'la yaxın. Ürəyi ağrıyırdı Burat. O da Nikol. Sonra şəhər haram ağrıyır. Haram ağrıyır. Dost deyəndə kürəyim, qız deyəndə ürəyim. Bayla. Bu qardaş mən kimdən işləyirəm? O qız dayandırın da podkastı qardaş. Yaxşı. Nəysə. Okey, Rashford yox idi oyunda. Rashford belə nə qədər təkbətək vuran medala, nə qədər təkbətək vuran medala. Onu vuranmayandan sonra sən elə bir Rafinha'nın sənəcə qorxusu gəlir. Ona Rafinha olmayanda belə Uverin oynayırdı, belə özünə güvənli oynayırdı ki, oy belə mən burada rişat edəcəm. Assist gol. Rafinha hoca gəldi, elə bil o davleniyanı hiss edir ki, blin mən burada krayniyəm da, yobana bu oynayanda mən oynamayacağam. 2 dənə 100%lik gol epizodu buraxdı. Korоче, brat. Ferran Torres, brat. Adam 14 oyuna 11 gol vurub. Biri də penaltidən deyil. Mbappe 16 oyuna 16 gol vurub, brat. 4'ü penaltidən. İndi baxın da kimdir burada Qoat? Yəni Xarabanın yiyəsi kimdir? Fuat. Mən ümid edirəm ki, sən yəni bunun content üçün elədin də yəni də. Bappa'nı da Ferran'la müqayisə etməsən də hər kəs bilir ki, Ferran daha güclü. Yox, brat, Ferran belə şeydir. Ən yaxşıdır, brat. F9 deyirəm mən ona, brat. F9'da da knopka da qoyur. F9 kimi. F9 deyirəm belə. F9 demirlər, brat. O da mənim üçün F9'dur, brat. Oy belə, mən indi hər dəfə işə gedəndə F9'a basanda, belə Ferran Torres yazmaq üçün, ay belə. F9'da nəyə yarayır ki, brat? Mən F3 istifadə edirəm, brat. F4 istifadə edirəm, o Excel-dəki dollarları qoymağa. Oy blət, zəmin olsun buna qeyd eləyin, dollarla işləyirlər işdə. Allah yox, F4-ə basıram dollarlar, yəni ki, zakrepit olsun. Amma müdafiəni sənə başda oynamadı, değil mi? Müdafiəmiz həmişə bizim başda oynamır. Qardaşım, müdafiə yoxdur bizdə. Nə ki, stavka olunub, hamısı özü. Yanvarda gözləndə transferlər. Allah yox, məzələn, səndə yanvarda transfer. Yox, nə oldu, bəs gözlü bir dəqiqə. Bu Laporte qardaş, bu yaxınlarda dalayağıdır. Mən Barsa azarkeş olaraq buradan Barsa azarkeşdən müraciət edirəm. Bəli, bu Abdulladan indi mən rəsmi bəyanat olaraq bildirmək istəyirəm ki, Laporte'un dediyi heç bir sözə inanmayın. O adam sadəcə olaraq PR-a işləyir və hal-hazırda Barsa azarkeşlərinə yalandan ümid verir. Bu haqda Pique də danışmışdı. İnşallah ki, növbəti illərdə Gerard Pique gəlib bu komandanın prezidenti olar və mən sizə bunu garanti edirəm ki, Gerard Pique Barsanın prezidenti olsa, Florentino Perez'in
Real Madriddəki dönəmi eynən Barsada olacaq və Barsa çox böyük bir klub olacaq. Yenidən böyük bir klub olacaq status olaraq. Necə? Piki son 5 ilində stadion 2-5 bir transfer eləməyəcək. Yox, Şakir gətirəcək. Şakiranı qaytarır. Masajist gətirəcək, brat, yox. Yəni, Şakir Real fanatı nə istəyir? Pizda boldu da, brat. Yəni, prosta brat. Ventilator da, problem bundadır. Yəni, sən belə bir klubun adım atırsan, belə prezident olmaz. Başa düşdüm də, sən klubu sevirsən, klubla orqazm yaşayırsan, o öcə mənə girmir. Amma basma. Deyirən ki, qardaş, bu klub yaxın 5 ildə böyük nailiyyətlərə imza ata bilməyəcək. Pulumuz yoxdur. Oyuncu ala bilmirik. Bunu deyib əslində deməklə. Deyib, okey. Amma bilirsən nə deyir? Yaxşı olacaq. Bir aya biz bunu düzəldirik. Bir aya bir üstə gəlib birə qaydırıq. Bir aya qaydırıq. Olan nəsə bir ay oldu. Ala 2 il keçib üstündən. Yəni, məsələn, pul var Barsada. Barsa transfer eləməyə istədiyin qədər daxrina pul var. Burası oyuncuları qeydiyyatdan keçirməyə pul yoxdur. Yəni, maaş limiti çox aşağıdır. Sizdə 500 neçə milyondur maaş limiti. 600-ə daşı qalxmışdı. Bizdə 200 neçə milyondur. Yəni, bizim Srednyakla, yəni Villarreal'la maaş limitimiz eynidir. Fuat, gələn tur biz Alavesindən oynayırıq. Xeyir olsun. Çox sağ ol. 8 müdafiəçimiz yoxdur. Bu 600 milyon limitə ki, mən bilet Zaşda, Kamavinga... Qardaşım, siz Zaşdiklərimiz niyə qırılır, belə bir şey? O Militao deyir, brat, o karyerasını bitirsin məncə. Kısaca Araujo karyerasını bitirmək istəyir. Yəni, işi ki, brat, reallə, brat. Reallə, brat. Nə, brat, limonda yığışarıq da. Limon çay evində mən təbii Araujo'da pristav. Bir də elə şeyliyə yaxınlaşaq, aramızda da ki, bir Araujo'nu qoyalım Photoshopla. Cover hazırlayın. Keçən səfər də Araujo qoymuşdunuz elə bil. Bir dənə kamera var. Araujo'da bir normal çəkildi var. Güldü, bura. Yuxarıda yazmaq lazım limon çay evi. Burada sizin reklamınız ola bilər. Adı mənəmi poz verdi. Sikuya da. Ay, belə. Qalır. Sən uydu, o qalır əsədən, amma sənlə bir də Araujo'nun sifətini Sikuya da eləmək olar. Bula konkret bu adam depressiyadadır. Çöküb də, brat, oynamaq istəmir. Özümə gəlmir. Malazla başlayıb, yəni konkret çöküb. Ona görə Araujo davamlı olsun, brat, səni gözləmirik də, deyim biləs. Yaxşı, üzgün Araujo haqqında danışdıq. Təklif edirəm ki, üzgün Abdullah haqqında danışaq. Yəni, bu məqamı sən çoxdan gözləyirdin. Mən səndən də çox gözləyirdim. Aha, nə məqamdır? Bütün zirzibili tökəcəm bura indi. Aha. Real Celta oyunu. Oy bula. Real Celta oyunu mən heç çox fikirləşməzdim ki, belə yəni negativ formada mən bunu təqdim edəcəm. Real Celta oyunu. Mən podkastda dedim ki, Real indi 6 oyun oynamır. Yəni hər halda dibinə kimi. Amma tərsinə oldu. Mən Əslində elə olmalıydı. Əslində o ayda ildə bir dəfə ədalətdə hakim görmür, indi hakimlə şikayətlənirlər. Mən Alonso'nun Atletik Bilbao taktikasını bəyəndim. Mən super. Hətta bəyənməkdən daha çox mən ümid edirəm ki, bu davamlı bir şey olacaq. Çünki bezdirib bu. Stabil bir həyat. Yəni hər dəfə dekabr ayı başlayıb hələ də bu bilmir saat 11 kimi olmalıdır. Deməli ya xarakteri yoxdur ki, bizə çıxartmağa. Sən bir də doldu brat, amma mən bunu sən deyəcəm, eynən Xavi ilə eyni tarixi yaşayır. Xavi. Xaviyə çünki bizdə kalandır. Başa düşmədim. O heç başa düşə. Yox, Xavidə travma yox idi. Xavi bizə deyilirdi. Xavi rotasiya edirdi, özü Xiyaskoy rotasiya edirdi. Gündə bir heyətdən çıxarırdı. Məcburiyyət qarşısında deyil anlar. Məcburiyyət deyil axı. 4-3-3. Mən onu deyirəm də bir yaxsan. 4-3 sən oynadın. Niyə 3-5-2-yə keçsin? 4-4-2-yə keçdi o güət öz aləmində, amma o da bizi bil deyildi. Yəni həqiqətən mən onun taktikasını sevdim. Bilbao oynadı. Stabil, pragmatik, real. Amma mən onu sevdim güllər içində. O mənə yox dedi, qaldı içimdə. 4-4-2 ilə çıxdı Sevilla'yla oynamağa. Onu Cəmal olsa qeyd edir. Bunu yazın qaqa. Yazdı var. Sevilla'da 4-4-2 oynamağa. Dedi belə poxu. Yenə Arda'nı soxdu ora. Yenə Bellingham'i soxdu ora. Solda Arda, sağda Bellingham. Valverde soxmadı. Valverde soxdu yarım müdafiə. Opa. Nə zaman? Valverde sən çıxdı belə ki, oy belə alt günlərin başladı da. Asensio'nu soxdu sağa. Müdafiədə və Carrerasla nəyəsə görə Militao müdafiənin mərkəzində niyə görə Rüdiger Carrerası sırf build-up'a görə oynadır. Carreras ona görə oynadı. Bir də ki Carrerasın pası var deyil. Hardasa Höysinə. İndi mən düşükərdə build-up nə bilməm nədir. Ay bili. Mən build-up falan belə. Sən belə güya
Ağzım açdı. Build up bilirdi 2 il bundan qabaq nədir? Bir yox da bir ay olar bir. Mən özüm də 2 saniyə bundan əvvəl öyrənmişdim. Yaxşı, əslində build up, bunu kəsərsə build up bilirdim nədir? Müdafiədən hücuma çıxmaq üçün kömək olan oyuncu Arsenal olmayan müdafiəçi. Bəli. Biraz qısaca. Carreras'dan prosto okey, digər tərəfdən Rüdigerə Ferranımız var. Ən azından Ferranımız var. Oynat ya müdafiədə, build up eləsin sənin üçün. İndi Carreras çıxdı nəyə görə? Çünki Rüdiger təzə qayıtmışdı. Zədələdən və City oyunu var. Okay. Onu elə Krakenə buraxmaq. Oyda Haalandın atası. Da, indi Krakenə buraxdı. Baxa da indi buraxılış cümə günü çıxacaq. Görə atası da həqiqətən yoxsa yox. Nənəsi. İndi azərkeşlər yazdı şeylərdə. Hə, o gördü atasını City buraya gətirdi. Altına otdu alığa qazandı. Qaqa sən get tenisə bax. Tenisə baxırsan da sən. Babat özdə bura. Qəşəng söhbət. Bizi Sevirəm. bir idman deyil mi? Niyə o? Rafael Yo, Rafa. Ya brat, mən Rafael'lə coşqun Mən federasiyam, amma Rafael. yəni mən tennisdə federasiyam, amma məncə Abdulla boyuna alarkən futbolda necə Quat Messidirsə, tenisdə də Quat Djokovicdir. Mən qəbul edirəm ki, mənim qozuma deyil. Sən soruşan oldu, sənin sevimli tenis üçün kimdir belə? Kimdən danışsan? O bir dənə izləyicilər. Orada fitoda bura danışır. Fuat, Karachi Rüzgerə dedi ki, Futbolda başqa şeydən danışırıq, deyim biraz. Hə, danışır da. Formula 1 peyz aça bilirsən, tenis aça bilməz yəni. Bura tenis peyci açsın. Mən əminəm ki, yəni partladacaq. Belə mənə gülərlər. Deyirlər ki, axır getdi tenisə baxdılar sən. Mən istəyirəm ki, Fabi Sans kontent çəksin. O qızlar oldu. Maria Sharapova. Oyda. Fuada Sharapova elə çıxdı. İndi Formula 1 biraz baxdınız da, Norris dünya çempionu nəyəsin? Formula 1 mənə çatmır. 3 dəqiqə maşın sürürəm. O mən 20 dənə qaqaş maşın sürür. İndi Max Verstappen'ə də qoydular da, neysə, 22 dənə maşın. Qardaşımız futbola danışacaq mı, yoxsa? Hə, mən imkan vermişəm mən Rüzgerin danışsın. Bu sprintman növlərini bura Körlin qızladı, sən müzakirə edin, qaqaşda silirlər o bizim. Ləşəridədlər, hə? Dağdan süpürgə həkəmləzdən bilirsən. Bu işim Rüzgerə imkan verdi ki, Rüzger hazırlaşsın Krakenə, Hollanda. İlk çıxartıq kararası. Mən bir şoka düşdüm, niyə belə elədi. Yox, qardaşım, sən niyə oynadırdın o gün oyunda? Eylən oyunda, Bilbao oyunda niyə oynadırdı? Yox, zədədən yavaş-yavaş qayda, plus istəmirdi ki, bu Celtic oyunda zədələnsin. Yaxşı, başa düşdüm. O Rüzger sizdə çıxsaydı Celtic qabağına. Yəni, bəlkə də artıq biabr olub, bilmirəm, onu deyəm mənəm. Amma ondan artıq da biabr olandı 100%. City. Hə, solda isə Fran Garcia oynayırdı. Какого чёрта, блядь, Fran Garcia orada oynayırdı? Xrenimizlə. Fran Garcia yaxşı müdafiəçidir. Yəni Real səviyyəsində müdafiəçidir. Bura Balde səviyyəsində başlı müdafiəçidir, amma belə ortada bir şey yoxdur. Beyinsizdir. Balde qədər beyinsizdir. Balde beyinsizdir, amma daha patentli. Prosta Balde'nin bir sənə yaxşı nəyi var? Akademiyada hücumçu oynayıb. Hə, daha isə yəni daha patentli var. Franın bitiriciliyi var, prosta yataqda. Fran Garcia Rayo'da oynayanda çox belə Zındırskoy oynadı. Qardaşım 2 dəfə Almanla qola görə aldılar, qaytardılar. Sən də oynayırdı, belə çox belə aqressiv futbol oynayırdı. İndi sən mışqı olub, yəni gəlsən bu dəqiqə, mən onu bu dəqiqə mışqı eləyərəm, yəni. Çağırın Franı. Nəysə, Karoçe ona baxsaq ki, ilk öncə mən müraciət eləmək istəyirəm Santiago Bernabéu'nun bağbanlarına. Bağbanlarına. Aha. Bu net meydançanı o qədər sulamışdılar ki. Ya başa düşürəm, 6 həftə burada heç bir oyun keçirilmirdi. 34 gün bizə olmamışıq bu stadionda oynamaq. Torzat basıb bəlkə. Torzat basıb. Bunlar sən dayanmadan suluydular. Kimsə ekranı açıq saxlayıb olur bağda. Ay belə yatdan sonra gəlir şeydə vurur səni də. Nəinki sürüşmələrdən 1 dəqiqəlik kalaş çıxartdı. Bir həqiqətən belə 20 yaxın sürüşmə oldu. Özü почему-то imенно Real oyuncularında Celtic sürüşmürdü belə. Necə olur o məsələ? Nəysə. Butsu problem bəlkə Murad. Butsu müraciət eləyirdi. Celtic oynamırdı ona görə. Oynayan bir olmadı onu. Celta ilk öncə onu Celta müdafiə eləyərək anlardan demək istəyirəm ki, Celta başlı bir komandadır. Çox futbolu bəlli olan bir komandadır və plus 6-cı, 7-ci yer tutub keçən il Avropa liqasında oynayır adamlar. Yes. Və mən bu cəhətdən İspan klublarını bəyənirəm. Mən də. Ki balaca büdcə ilə, yəni Celta-nı, Real'la heç oynayan bütün klubları yıxsan, Celta'dır, Rayo Vallecano'dur, Girona'dır, Elche'dir. Onlar büdcəsi Galatasaray'ın yarı büdcəsi. Ay, sağ ol. Amma göstərdikləri futbola bax da, yəni gələn il əminəm ki, bu klubların ən azı yarısı yəni Avropada yenə oynayacaq. Məncə onların mentaliteti var, qarşısında. Mentaliteti ki, onlar məcburdular. Özünə bir dənə şərait yaradıb, akademiyadan oyuncu çıxardıb ya da ki, ucuz oyuncu. Yəni stavkanı pula vermirlər də, sırf olaraq finansı fikirləşir. Bəli. Barcelona kimi. Babat da finansı fikirləşir. Bilin, Unitazlar satır da yavaş. Joffrey-lə oynayırıq qazaqda da, qardaşım. Joffrey-lə çempion olsaq sənin gününü qara eləyəcəm də mən. Joffrey-dir. Qardaş, biz Valyak oynadan 2 dəfə çempionlar liqasını qazanırıq. Valyak oyun oynayırdı, qardaşım. Ramos'la Varan Pakrovati edirdi.
Bura, sonra izah edir. Vallejo ötən mövsüm idi, Hasan idi. Hə, ötən mövsüm çıxdı. Alaves'lə oynadı. Real Madrid Alaves'i 2-0 durdu. Sonra orada dofla 3 elədi belə. Hə, Alaves girdi oyunda, Alaves 2 dənə qoydu. Dənə orada bas bayrağı. Çünki bura Vallejo qoddu. Dedi ki, bilet baxmanda cavan bizə baxır, biraz intriqa olsun oyunda, 0 ləzzətlənmir. O çox böyük işlərlə məşğuldur. Ehtiyat oyunçular skamyasında mən kimsə əvəzləndi. Qardaş, sən burada otur. Hə, bir administrator işləyir, komandanın Menecer. menecer. Ehtiyat skamyasının meneceri. Oydu, normal belə vəzifələr. Realda bax, o vəzifədə olan. Endrikdə də ona. İndi o vəzifə. O qədər gələn oyun. Aldığı qırmızı vərəqə sayı keçirdiyi oyun sayından çox deyil. İndi какого-то чёрта Хаби Алонсо. Sonsuzsuz ya. Да, или какого-то чёрта Хаби Алонсо. Benim babam onu diyesen уже... Perez Baba Ya, qoldur. boynumuzu alırsınız da, yenə Perez Baba əl qata bilər o işlərə. Perez Baba idarə edir, biraz spam futboluna. Elə. Amma özləri deyir, sonra məni Negreira deyirlər. Ahlasma olacak. Sonra məni Negreira deyirlər. Deyir Perez İspanya futbolunu idarə edir. Prosta bir səndə necə İspanya futbolu papasıdır. O heç yox, Perez İspanya futbolu yox. Ona göre. Perez ümumiyyətlə futbolun papasıdır. Hay. O bax, Perez Burada ümumiyyətlə yəni. futbolun papasıdır. Ona razıyam. Anar səs verir, anar burada otursun gəl. Anaca otur qardaş. Ana kimi stolda, mikrofonda boluq da maş. Bir gəl bura. İndi 4-2 oynadır Xabi Alonso. Nəyəsə görə bütün nəzir-zibili varsa hamısını meydana buraxır ki, oynayın. Sağ bir dənə qəyətərin qol vurun. Mən yəni həyatımda o gün bircə də onu dedim. Yəni həqiqətən 20 illik azərkeş karyeramda bu top 3 biabırçı oyunu idi. Yəni indi azərkeşdə də şeylərdə yazılar. Qaqa Barcelona o qədər uzunmuşsunuz. Qardaşım, yəni mən Barcelona qarşı heç vaxt belə aciz oyun görməmişəm. 6-2-də də ən az o 2 gol var idi və bir neçə moment var idi də. Bu oyunda okey, nəsə qol epizodu hardasa açdıma zərbə, bapı falan 5 məkan it yəsin tanımır. Kim hansı peşəyə qulluq eləyir, bəlli deyil. Yarım dəfə xəttlərə baxıram. Xətt demək var. Xətt pozulub da bildiyin. Kim kimin nədir bəlli deyil. Kommunikasiya yoxdur belə. Hücumda kommunikasiya yoxdur. Mən belə bir qərara gəldim ki, yan müdafiəçi problemi öz üstə var. Mənə görə bu əsas problemdir klubda. Amma hücumda kommunikasiya yoxdur. Hər kəs durduğu yerdə top gözləyir. Heç kim girmir. Sözü O kəsirəm. müdafiəçi arxasına. O Stuttgartın oyunçusu nə idi? Burnu yeş olar. Stiller. Stiller. Onun burnuna qurban olum. Gəl də Onu Real Öz Madrid dilində, yayda alsaydı, bəlkə də Real Madriddə belə problemlər olmazdı. bu problemlərin bir hissəsini həll edərdim. Mən bu gün Markanın bir belə deyim statistikasını oxudum. Deyir ki, Xabi Alonso narazıdır. Çox kövrək. Bir sənə də Xabi Alonso Celta'nın oyundan sonra girmədi o soyunub yemə otağına. Birbaşa yollandı. Oyunçulardan küsbözə etiraz edir. Mətbuat konfrans edir ki, mən oyunçuları qaçmırdılar. Yəni oyunçular həm qaçmırdı. Düzdür, mən bunu normal qarşılamıram. Sadəcə o bir sənəcə bəlli bir şey dedi də. O belə də oyunda, belə oyunla müdafiə necə müdafiə edə bilər oyunçuları? Okey. Carlo Ancelotti bu cəhətdən həqiqətən baba idi. Baba idi. Ən pis vəziyyətdə belə müdafiə edir oyunçuları. Xabi Alonso hələ ki cavandır. Bunu üstün tutmur. Yəni əgər oyunçu bulayıbsa deyir, oyunçu bulayıb. Sadəcə mən Xabi Alonso'nun bu sözlərində onu hiss edirəm ki, həqiqətən oyuna bir plan var idi. Oyunçular bu planı yerinə yetirmədi. Məncə də. Yerinə yetirmədi və çox stabil, bəlli olan bir komanda qarşı Celta hələ çox ləng bir hücum var idi. Ha, Iglesias nə qədər bu götürürdü, mən bayaq Anara deyirəm. Götürürdü mərkəzdə. Verirdi oranlar verirdi. Onlar bağa versəydi ən azı 4 var idi. Onların yerində məsəl üçün belə deyim sənə, kimin Rayo Vallecano hücumu olsaydı, ya da Villarreal olardı o kam. Hücumda heç bir kommunikasiya yoxdur. Bax bu girib Vinicius cinahda. Sağ flankda kim qaçır bəlli deyil. Kim ora girməlidir bəlli deyil. Zədə bir tərəfdən Militao okey, qoldan xilas etdi amma zədələndi. 4 aylıq Militao yoxdur. Valverde də hardan gəldi? Yox, heç olmasa qoymağa başladı. Əvvəlki oyunlarda heç onu da cəhd də eləmirdi. Yəni ki, o qədər sosial şəbəkələr istər-istəməz Xabi Alonso oxuydu bu kommentləri. Can bir adam oynatdı. Getdən sabah. Hə. Karoç amma qapısını da şey eləmək olmaz. Qapısını əməyini aşağılamayaq. Babat 1-2 kritik seyv oldu. Nəzər beyin dedi ki, seyv eləsin. 2-3 nəzər beyin dedi. Qardaşım, birinci sədə çıxartdı da bura. Yox, mən bilirəm hansısa məqamda pozisiya səs o Barcelona da bara. Köydən zərbə epizod var deyə birinci tanıdım. Okeydim, brat. Real'la Celta'nın oyunda 2 epizod, yəni biabırçılıq demək. Yəni mən başqa şeylər demək istəyirsiniz. Amma elə oyunlar var ki, həqiqətən Barsa'ya da bu aiddir. Barsa da Real'da rəqib qapısını qəhrəman eləyir. Rəqib qapısı 9 dənə 10 dənə seyv edir. Bu oyun elə olsaydı mən deməzdim ki, bu biabırçı oyundur. Yəni 2 dənə, 3 dənə seyv, o da ki yarım seyv. Hətta çox deyil, amma var idi nəsə. Asensionu bir dənə bullet, nə bilim, dönər şalmanın dalınca göndərdilər. Bir dənə ayran. Dönər şalmanın dalınca Kurtuva getdi, o Asensio başqa yerə getdi.
Kubar sözü. Camallar da burada. İspanya futbolunun gələcəyidir. O elə Yox, İspanya milli gələcəkdə Asensio çox şirinmiş oyunçudur bura. Asensio. Çox babas. Asensio hətta müdafiəyə düşmüş oyuncu. Hə, Höysen ondan daha qat-qat güclü müdafiəçisi. Yəni ağa beyni var. Mən dedim Kubarsi idealdır. Yəni Kubarsi Asensiodan yaxşıdır amma. Kubarsi Asensiodan yaxşı deyil. Yaxşıdır. Hə. Alışay məncə Zakan üçün. Yaxşıdır anar. Bəsdir anar. Ayda, Bütün normal oynamaqla deyil. Sən özün gör, bu demişkən pendir dalınca göndər. bax, başa düşdü və pendir ona qalsa Samedo da Ramosu pendir dalınca göndərmişdi 2019-da. Ramos müdafiəçi deyil onda. Samedo, Ramos'da o trofeyləri tapsın. Ha, trofeyə şəxsi oyuna nə dəxli, şəxsi performansa nə dəxli var? Göndərməyə görə. Mikrofonu ağzıma götürə bilərəm. Yerləşər bu belə. Yoxsa Neyse, karoç, okey. mən belə öz bazı planlarımı quranda bura fikir verirəm. Onu deyə bilərəm ki, bu son sözümdür, mən bunu demək istəyirəm. İndi Abdulun əlavələri varsa elə bilər. Yox, niyə bağlı? Yox, bu Real'la oyna demək istəyirəm. Real'ın bəxti onda gətirdi ki, Barsa ilə 3-4 tur gec oynamadılar. Çox yaxşı ki bu mövzunu açdın. İndi oynasaydılar, yəni məncə biabırçılıq ola Bir bilər. əzəlkeş olaraq Barcelona'dan narahatçılığım bax bu qədərdir. Azdır. Yoxdur. Niyə ki? Çünki açıq futbol oynayırsınız. Okey. Ötən mövsümdə açıq futbol oynamışdıq. Qardaşım, ötən mövsüm Offside yerlədir. qardaşım, Açıq futbol deyil o. Siz necə baxırsınız futbola? Mən səbləşdirəm. Açıq futbol. Fuat, Qardaşım, keçən Belə oldu. Ya. Filip gördük sok. Fuat. Kamera. Girdiğinde şu transfer bıraktı taksikanı. qardaşım. Fuat, keçən il yadındadır kim oynadı müdafiədə Realda. Başa düşürəm, sənin sizə problemli müdafiə idi. Okey, anlayıram onu. Açıq futbol oynayırsınız. Amma biz indi gəldi açıq futbolla, siz yəni 2-1 elədiniz hesabı. Böyük bir hesab olmadı. Qardaşım, o oyunda bilsən ki 4-5 Sən- ay, sağ ol. Yəni də. Mən onu boynuma almışam. Bax ola bilər. Amma hal-hazırki günümüzdə sən Celta ilə bacarmırsansa və Barsanın o zədəli epizoduna düşmüşdünsə Ha. və Barcelona indiki günündə olsaydı, demirəm, aynı Atletik Barsa. Bilbao hansı gündə? Barsa- 3 gün əvvəl olub da Fuat. Qardaşım, Atletik Bilbao yoxdur həyatda. Məzələnsən Atletik Bilbao yox. Qardaşım, o olub, Özün deyirsən. yox olub olmamağın söhbət getmir. Çünki Hə. buna gedir ki, qardaş, əgər Flikin bir qamağlı varsa, Aha. müdafiə futbolunu yedəcək, müdafiə futbol oynayacaq və klassikoda qalib gələcək. Beyni yoxdursa, istəyir açıq oynasın. Qoy Keçən oynasın. müdafiə xətti müdafiəsiz oynadı axı sizlə. Hı? Müdafiəsiz oynadı sizlə. Necə müdafiəçi oynadı? Yəni adam keçən sizdən müdafiə olunmadı oynadı. Onda. Offside-la. Qardaşım, Inigo. indi Kunde var da. İndi Inigo var. O yaxşı Amma Inigo bunda yoxdur. yaxşı, keçən il daha yaxşı vəziyyət. Okey, anlayıram. Yəni deyirsiniz ki, qapalı oynamışdı. Barsa qapalı oynamayıb ötən mövsüm. Mən Barsa demədim həmişə açıq qapalı. oynayır. Mən demirəm qapalı. Onlar deyir qapalı oynayır. Mən demirəm qapalı Demirsən oynayır. offside oynayır. Barsa açıq futbol oynayır Barsa. Futbolda yok. Amma müdafiəni gətirib mərkəzə qoyur. Açıq futbol deyil o. O offside evimin bir taktika. Ha, Caman offside'a düşsün. O Düşmədi, deyir. yok. Kardeşim o taktika diyor öyle. Geçen yıl yaxşı. Ha. Bazı komandalarda şey elədi, xilat elədi. Bu il ver, onu da taktika. Bəzi komandalara qarşı keçən il nəyə görə uğurlu oldu? Ona görə uğurlu oldu ki, yarım müdafiə ilə, Pol Zaşita ilə hücum Zaşitanın üstünü pakrivat eləyirdi. Barsa o komandaydı ki, Celta'dan 3 dənə yerdi, amma 4 dənə vururdu. Eynən o 80-90-cı illərin Braziliyası kimi. Bizə nə qədər vurursunuz vurun, birini çox vuracağıq. Gəlin də başlayırlar da. Bu toksiklik olmuyor da. Yəni sudya şotla keçən sudya sizə kömək eləməyib bəs. Kömeğini. Ya yaxşı siz nə deyirsiniz bəs? Nə edirsiniz Barsa? Sudya deyirsən ki, sudyanın şotuna. Sudya nə edib? Deməli nəsə kömək eləyib də bizə. Keçən il məsələn heç nə demirəm, xahiş eləyirəm, gedin bir dənə ötən mövsüm Valencia ilə Real'ın oyununa baxın. Real Valencia oyununda orada Real Madridin penaltisi var. Mbappe'yə foul olur. Ona bir dənə penaltiyə baxın. Əgər o penaltidirsə mən bir də futbola baxmıram da. Sen Nə arzu oyunda? Chelsea deyəcəksən? Fikirləmə. Ha. Hansı oyun? Hansı? Bu Abdülkadir Şınav biraz. bu sezon temiz kırmızı verildi. Hemenki epizod geçen yıl Rafinha başlayında sarı da vermedi. Ama gel. Nə mi? Alacaqdır qana. Gəl bura, gəl. Nəsə mən bu reallar təşrif qardaş. Məndən nə istəyirlər mən bilmirəm. Bura Allahın da olsun, təkləmək üçün 2 nəfər lazımdır. Mən qıraqda bucaqda yəni 31-imi çəkirdim. Siz nə işlə məşğulsunuz mən bilmədim. Mən bir şey demək istəyirəm ki, yox. Qətiyyən Barcelona qarşısında açılıq yoxdur. Yox, siz açıq futbol oynayırdınız bu keçən mövsüm. Amma bu Ruslar demişkən Pristelkada. O başqa Pristelka söhbətdir və orada müdafiəsi biraz stabil olan Barcelona daha plus yan müdafiəçisi
Pedri kimi olan Barcelona plus formda olan Axır boynumuzu aldı. Daha Great yaxşı of all time. Biz onun boyumuzu alırıq deyəndə ki, qardaşım bu sözü tarixdir. Mən hələ də şərhlərdə oxuyuram. Barcelona keçən 4 dəfə oldu. Brat, unutmayacaqsın. 5 dəfə. Hə, yoldaşlığı da sənin. Ha, niyə tabii? Qardaşım, mən 23-24 mövsümündə o klubun azda keçən ki, Barcelona 4 dəfə oldu, heç bir deyil. Olub qutarıb gedir. Qardaşım, mənə də olub O sizin azda keçdilər üçün tarix. Bizim üçün qısa deyil, brat. Bizim üçün 23-24 sənədir, brat. La Ligada qalibiyyət, Çempionası qalibiyyət, onunla yadda qalıb. Mən sən necə? Barcelona üzərində qələbələrlə yox. Okay, Barsanın deyirsən ki, siz Barsanın udanda sizin q***za deyil, amma biz udanda... Necə qozda deyil, 2-3 gün sevinirik. Aylığımızda belə də oynat sevim. 2-1-dən sonra Santiago'nun ortasında az qala fişənc zat partladacaqdır Real oyuncuları bu mövsüm ki, az qala çempionluğu qeyd edirlər. Nəysə. Yox, niyə də yox. Yamal motivasiya elədi öz komandasını, rəqibi. Yamal ağzını s**tular, sevinirlər. Niyə yox? Qardaşım, Yamal, bəli, quşlamışdı. Yamal məsələsi başqa məsələdir. Mən ayrı şey haqqında danışıram. Mən bir Barsa azarkeşi olaraq və digər Barsa azarkeşləri nəyə görə... Sevdə bizə qoydu da bildirdi. Sevdə qoymağına qoydu. Yəni, bu başqa məsələ. Barcelona Real'a qoyanda hələ 4 oyun dalbadal. Bilsə necə sevinir? Çünki, qardaşım, bu komanda mövsüm əvvəli yayda 25-30 milyon maksimum transferlərə pul xərcləyir. Öz akademiyasından oynayır. Cındır-mındır uşaqlardan oynayır. Tanımadığımız no-name oyunculardan oynayır. Amma bu Real Madrid gedir milyonlara oyuncular alır. Nə bilim, milyonluq maaşlar verir. Barsa qədər maaşlar verir. Mainstream danışırsan. İnanılmaz dərəcədə mainstream danışırsan. Sən... Belə yoxsan. Sən tipik Fuad. Barcelona'sı geçsən. Sən nəyə görə? Tipin yox. O da var da. O pul olmayan da. Bizim Lamasiyamız var. Mən bunu çıxardıram ortaya. Bunu çıxardıram. Bu olanda, brat, xərcləyirsiniz də. Kimi aparmağa çalışırsınız. Alınmır. Xərcləyirik. Xərclədik. İbrahimovic vaxtında da alınmadı. Bu oyunumuz yaxşı idi. Coutinho Dembele vaxtında da olmadı. Biz Real ola bilmərik o cəhətdən. Biz o transfer siyasəti cəhətdən Real Madrid ola bilmərik. Real Madrid top klub olaraq böyük transferlərin ağasıdır. Ağsaqqalıdır. Söhbət ondan getmir. Real Barcelona heç kimə başqa özünü göstərməyə çalışmır. Başqa məsələ, mən başqa şey deyirəm, sən sırası gələ radikallığa salırsan. Mən demək istəyirəm ki, Barcelona ən Lamasiyaya üstünlük verəndə və 1-2 orta səviyyəli oyuncu alıb onların yanına qoyanda daha uğurlu olur. Nəinki Real Madrid kimi böyük transfer eləyəndə. Və biz onu demək istəyirik ki, daha gözəl futbol oynadıq, amma daha uğurlu olmadı. Oyun oynadıq və sizə qarşı dominant futbol oynadıq. Keçən El Clasico'larda bir tək sonuncu final oyunundan başqa. Final oyununda 3-2'lik oyunda La Cartuca'da. Yox, 4-3-də də mən dominant saymıram. Yox, La Cartuca'da dominansiya yox idi, mən onu deyirəm. Dominansiya yox, 4-3-də də dominansiya yoxdur. La Liga'nın son o qarşılaşmasında da Real ikincisi də Madrid. Ruji gedən ad nə idi? Okay. Silə maçı da çıxan bu. Real Madrid'in 20 dəqiqədə dominansiyası oldu. Dominansiya deməyək, Real'ın heç belə dirəşdi. Qardaşım, müdafiəyə çatana qədər idi də yəni. Ay sağ ol, o başqa məsələ. Yəni hündür müdafiə xəttində keçirdik. Amma yəni oyun ərzində dominansiya. Amma bir ilk El Clasico 3-2 El Clasico idi. Real orada dişini göstərdi. Və yenə də deyirəm, sən deyirsən ki, biz Barsa azarkeşləri belə. Qardaşım, mən fəxr edirəm bu klubdan ki, minimal resurslarla gəlib ən əzəli rəqibimi dominant formada məğlub edirəm. Mən buna sevinməyim bəyəm. Sən onu sevinərsən, sən onu bir il sonra sevinmərsən də artıq da. Növbəti mövsümü bundarsan da, gələcək qələbələr fikirləşərsən də. Qardaşım, sizin bütün Real azarkeşlərin hal-hazırda 2-1-2-1 yazırlar ki, biz 2-1 qoyduq. Sənə çoxdur, mənə də qutarıb 4 dənə oyun. Mən qutarıb mənim oyuncum. Prosta onlar deyir, mən də atlet olaraq deyirəm ki, qardaşım, heç olmasa sən bu 2-1-i gözə soxma. Çünki keçən mövsüm sən heç nə eləyə bilməmsən. Mən rahat deyim ki, mən 4 dənə qələbədən sonra ajotaj görmədim. Mən Real'ın 4 qələbəsindən sonra belə ajotaj görmədim. Hansı 4 qələbəsindən sonra? 23-24 mövsümdə o ki Real 4 dəfə utdu Barcelona. 23-24? Hətta 24-25-də bir mövsüm əvvəldə belə riyaziyyat yolunu. Hə, 4 oyunda utdu da. Ay sağ ol. Hə, 4 oyunda. Qardaşım, mən o ajotajı görməmişdim. Görməyəcəkdim də, normal bir şeydir. Sən vaxt ajotaj gördüm mən. 15-ci çempion liqası gələndə. O gəlməlidir, əlbəttə olmalıdır. Ajotaj oradaydı bizdə. Sizdə ajotaj amma buradaydı. Qardaş, mən də sənə izah eləmək istəyirəm ki, minimal resurslarla oynayan komanda. Minimal resurslarla oynayırsan, brat, amma baş atmaq da olmaz da. Minimal resurs sabah qutaracaq gələcək də. Qardaş, Filik öldü Barsa. Yox, Filik Barsadan. Barsa Filikdən asılıdır ki. Barsa Filikdən asılı deyil. Hal-hazırda ki, Barcelona Filikdən asılı deyil. İndi başqa sərəcək, başqa bir sistem qoyacaq ola. Onda gələcək qoyacaq. Real Madrid o nənəmin şey olsa da yox, onda çıxışı Real Madrid şeydən asılıdır, Ancelotti'dən asılıdır. Yox. Mən ona görürəm də indi oynayamırsaq. Nə olsun? Necə futbol getmək istəyir alınmır. Ha? Florentino Perez'dir. Klub trenerdən asılı deyil oynamalıdır. Bizdə yox. Realda yox. Yanlış fikirdir. Realda yox. Asılı deyil qardaşım. Qardaşım trener vurdu da. Səhvdir o. Səhvdir, düzdür, o başqa məsələ. Başqa məsələ. Mənə görə də səhvdir.
Mənə görə də səhvdir. Mən Baş məşqçinin, necə qayıdıq məsələyə? Hə. Baş məşqçinin əsas fiquru olmaması Realda çox böyük səhvlidir. Çünki sən Xabi Alonsonu gətirirsən ki, sistematik futbol qoysun. Xabi Alonso çıxıb deyir ki, qardaş, çıxıb demir, amma normal mənbələr onu deyir ki, Mbappe pressing eləmək istəmir. Okey. Mbappe pressing eləmək istəmir, amma nəticə verir. Nəticə verəndə də qalanlara pressing verməlidir. Nəticə verən cəhətdən qol cəhətdən də, statistiki cəhətdən, individual cəhətdən Mbappe nəsə yeridə bilir. Amma bununla normal müdafiəyə qarşı edə bilmir, normal. Çünki Azin Polinivo oyun tək 5 dəfənin üstünə qaça bilməz o hər oyun. o insan deyə qardaşım, robot deyil ki. O nəticəni verəndə normal şəkildə Valverde'dir, Bellingham'dir, Vinicius'dur, onu o pressing gücünü bərpa etməlidirlər. Onlar pressing etməlidirlər. Məsələn, Xabi Alonso deyir ki, Mbappe istəmir pressing eləmək. Yaxşı, mənim nəticə verəndə qalanları pressing eləmək istəmir, Nazı Qoz eləyir. Mən neyniyim mən? Onun bir dənə çıxış yolu var, Arda Gülər eləmək strategiyyətdən. Ki Arda Gülər yəni belə dominanta deyil, heç nə sənə deməyəcək. O oynadığı oyun vaxtı artıq onu onsuz da qane eləyir. İfsi oynadasan. Oyna 4-3-ü baxın nə eləyəsən. Amma sən hər oyun ağzına gələn taktikada meydana çıxırsansa, hər oyun sənəyə gedir ilk 40 dəqiqə. Oyuncular bir-birini öyrəşməyə. Sən bu dəfə buradaydın, keçən oyun oradaydın və digər məsələlər. İndi isə son 5 oyunda cəmi bir qələbə var La Ligada. Və uje biz hansısa podkastlarda belə demişdik, slotda 10 oyunda 9 məğlubiyyət oldu. Realda 10 oyunda 9 məğlubiyyət olsa, dünya aləm dəyər bir-birinə. Bastırıyor Madridin təpəsinə. Bu faktdır. Hətta Bavariyaya qarşı, Bavariya ilə müqayisə edə bilər, Real danışılası bir mövzudur. Real ortada varsa, heç kim Bavariya biləm olmur. Bir sən nə mənada deyirəm? Mbappe nə qədər penal vurdu və Kane nə qədər penal vurdu. Demək olar ki, eyni sayda penal vurdular da. Kane-dən danışan yoxdur. Digər kəslər ki, Kane möhtəşəm. Sən özün deyirsən ki, Kane bilət pizdes oyunçudur. Dünyanın ən pizdes oyunçularından biridir və s. Hasan demişəm, Allah mən. Şey saymırsa Kane normal oyunçu. Normal oyunçudur amma penalti dilə gətirmir. Amma Mbappe söhbətdə penalti dilə. Mainstream komandadır. Lüboy komanda qarşı, bəlkə biraz Barcelona qarşı. Ona görə Realın var, qardaşım. Realın ən böyük üstünlüyü bizə nədir? Real həmişə qara mediadan, qara PR-dan üzə çıxmağı bacarır və qara tərəfin üzə çıxarmamağı bacarır. Qardaşım, biz elə yox ki, bizim klub prezidentimiz, bizim məşqçimiz ətrafında qara PR yarada bilər. İstədiyin elə bilər. Mediada o Realın adına çıxan qara xəbər var ha. 2 dəqiqə həll oluna bilər. Demirəm ha, bu səhvdir və yaxud düzgün bir məlumatdır. Amma məsələn bir şayə çıxırsa, məsələn Barcelona şayə çıxırsa, əziyyət çəkir. Araujo daldan kiməsə verib, misal üçün də, bunu sırası media yayacaq, bunu üzə qabardacaq və Barça bir alacaq. Siyahılar var da qardaşım, Araujo kimi daldı. Biristə. Hə, ay sağ ol, bu başqa məsələ. Amma Realda elə bir şey olsa ki, məsələn Carreras nə edibsə, onu Real 2 dəqiqə həll eləyəcək. Nəysə, məncə bu yan bağlayaq, çünki çox uzun oldu. Asensio çox uzun oldu. Asensio. Yox, video uzun oldu, özün bilərsən. Sən bəlkə tanışdın Asensio şəxsən. Hekayə olaraq deyirəm. Amma videoya çəkdiyi qızlar deyib. Hə, video çəkdiyi qızlar. Bu kimi, ona görə də hal-hazırda müzakirə olunur ki, Xabi Alonso yola salınacaq. Salınmalıdır. Axırı nə olacaq o söhbət. Zidane gəlsin, anar. Kim gəlsin? Kim istəyirsən? Okey də kim istəyirsən? Dakantı Alonso. Ən azı mövsümün sonuna kimi alınır. Eləmi? Hətta bir sən necə? Mən Abdullah demişəm ki, müqayisədə söhbət eləyəndə dedim ki, Alonso'dan bu il mən heç nə gözləmirəm. Çünki təzə. Okey. Amma ən azından La Liqanı götürməlidirlər. Mən heç bir şey istəmirəm. Bu heyətdən La Liqanı götürmürsənsə. Günlərlə bağlayaq. Çempionlar Liqasında City ilə oynayacaqsınız. Biz də Eintracht Frankfurtla oynayacaq. O Frankfurtla Barçaya təxmin, sən də City-nə alır. Gəl bir böyük kimi mən sənə ustupluq edim. Çox sağ ol. Sən başla. Real təxmin etməliyəm. Mənə görə 2-2 olacaq əsas. 5-1 ya da 6-1. Eintracht son oyunda, yəni 6-0 uduzdu. İndi yaxşıdan da bir şey deyil. Müdafiəsi 0 dərəcə. İndi o da City-nin də, bura. Mən də sizin deyim də 2 öz komanda. 3 ya 2-4. Ha, ya City udacaq. İnanmırsan sən komandaya. Qardaşım 8 dənə müdafiəçi yoxdur. Qardaşım inanın müdafiəsi var da, bura. Çəmicin getirimçə bu. Azərkeş azdır, biz də uza bilərik. Sən də dediyindən qurtar. Sən təxmini genəldə var. Barça təxminim 4-1 ya da 5-1 maksimum. Ya rahat, Barça rahat Eintracht sürəcək. 4-0, 4-1, 5-1. Sürəcək. Keçən 2-3 gol. Keçən olduğumuz yerə Hətta mən belə deyim ki, 2-3 gol da buraxa bilmirəm. Özüm əmələ düşür. Deyir qalxarsan yuxarı. Keçən il siz də bu vəziyyətdəydiniz. Play-offla çıxmısınız. Bildik də, elə 3 tur. Sən o azmış kimi ki, ikinci yerdən çıxdın, hələ getdin belə ləşbər fərdi sahibkarlarla oynadın. Axırda normal güclü düşəndə Interə uduzdun da. Güclü idi bəyəm. Inter özümüz uduzduq. Inter biz utmadı qardaşım, özümüz uduzduq. Nəysə bu sözü qasmayaq. Sağ olun.
Fuat, özümüz uduzluq Interə deyir. Yaxşı. Öpürəm sizi uşaqlar. Maçenko. Sağ ol.